Salam uşaqlar, mən bugün sizin üçün loqaritmik tənliklər bölməsinə aid bir sual izahını çəkib paylaşacağam. Deməli, burada bizə deyir ki, 3 üzərində, deməli, loqaritma 2 əsasından x vurulsun 3 üzərində loqaritma kökü altında 2 əsasından 6 bərabərdir 27. Biz bilirik ki, əsaslarımız eyni olduqda, deməli, üstlər toplanılır. Yəni, 3 üzərində loqaritma 2 əsasından loqaritma 2 əsasından x üzərinə gələk loqaritma kök altında 2 əsasından 6 bərabərdir. 27-ni də yazarıq ki, 3-ün kubu kimi. İndi buradan loqaritma 2 əsasından x üzərinə gələk loqaritma 2 əsasından 6-nın kvadratı bərabərdir 3-ə. Yenə toplama varsa, deməli, loqaritmalarda toplama vurma ilə əvəz olunur. Yəni, x vurulsun 6-nın kvadratı bərabərdir 3-ə. Buradan da x vurulsun 36 bərabərdir 2-nin kubu, x da bərabərdir 8 bölünsün 36. Onu da 4-ə ixtisar aparsaq, qalacaq 9-da 2.